Güzel sözlerde var Cevahir Hanım'ın şeirinde. Çok güzel mənalı şeydir. Tebrik ederim. Mikrofon lazım değil. Elə inanmışdım sənin əhvə, dərdindən köz olan qəlbimə heyif acısına can yandırdım, hər kəlmə can deyən qəlbimə qaranlıq gecədə güzgü tutduğum, şam təkəriyən gülmə heyif, acısını udub yalan ahlayla, aldanan ayıma, ilimə heyif. Bu uzaq yolları yordum sənin üçün, ağladım sənin üçün, güldüm sənin üçün. Dostdan, yardan olub qaldım sənin üçün, sözümün qəminə silinə heyif. Cevahir, Cevahir, de döneceksen ne zaman? Yağdırdın bəxt və dərd ilə hicran, daha səbr etməkdə də qalmadı ama. Ağaran saçımın telinə heyif, ağaran saçımın telinə heyif. Ömür keçdi, qaldım yarı yollarda, sen özləməkdəsən o aralarda. Bir gün dönəcəksən o boş qollarda, o yad rüzgarların yelinə heyif. Əksər. İndi mən istərdim ki, bizim gözəl İradə xanım, aktrisamız, bu akşam da onun tiyatr verəcəklər, tiyatrda olacaq, orada rol alıbdır. Bir neçə kəlmə həm bacısı təbrik eləsin, İlahi xanım bacısıdır, həm də ki, o bugünkü tamaşa haqqında istərdim ki, tamaşaçılara məlumat versin. Çok sağ olun, Allah razı olsun sizə, hoş gəlmişsiniz. Bizim bugün sizinlə ilk tanışlığımızda çok şad olduk, çok güzel, qəlbi gözəl, üzü gözəl bir xanımsınız. Bugün bizim Gençlik Şahsarı yanında İqbal Əkbərzadənin həm senaryolaşdırıldığı, həm özünün rejissorluğu Kod adı BK tamaşasındayıq. Vətən xainlərinin ahlakları, represiya dövründən bəhs olunur. Represiya dövründən bəhs olunur. Burada bizim Əhməd Cavad kimi, Mikail Müşfiq kimi, bizim gözəl həm yazarlarımız, həm mətbuatdan yazıçılarımız, necə deyim, siyasətçilərimiz, həm 37-ci il represiyaya qurbanlarıdır, həm ailələri sürgünə, Akmola şəhərinə, Qazaxıstana sürgün olunur. Onların yolda faciəvi surətdə, onların başlarına gəldiyi müsibətlər bəhs olunur tamaşa. Çox gözəl bir tamaşadır, siz də dəvət edirəm. İnşallah, məmnuniyyətlə. Var ol deyirəm İradə xanım və mən də bizim gözəl İlahə xanıma öz şeirimlə təbrik edəcəm. İlahə xanım, həqiqətən biz Məsəd Şairlər Məclisinin çox böyük uğurları oldu. Biz aprel döyüşləri, Nizami Gəncəvi irsi regionlarda təbliği, Dədə Şəmşir Sazın sözün nəsillərə ərmağandır. Ana dilimizin regionlarda təbliği, layihə müsabiqələrinin qalibi olduq və bu müsabiqələrdə bu qalib layihəni Şəki, Şamaxı, Quba, Göyçay, Bərdə, Ziyəzən, Neftçala, Oğuz şəhərlərində getdik, təbliğ elədik mədəniyyətimizi, ədəbiyyatımızı, incə sənətimizi. Orada gənclər mükafatlandırıldı. Birinci, ikinci, üçüncü yer qazanan gənclərə kuboklar verdik, diplomlar verdik. Heydər zirvəsi diplomlarından tərtib elədik qalibləri. Və bugün də biz gözəl İlahə xanım, onu da deyim sizə, Heydər Əliyevin 100 illiyi münasibətindən Rəşid Beytovanda mahnı teatrında çox böyük bir konsert proqramı keçirdik. Hansı ki bu konsert proqramında İlahə xanım da öz sözünü dedi və çox böyük alqışlara məruz qaldı, orada diplom qazandı. Bu yenə də mən onu təbrik edirəm və səni sevdim bu dünya.
bir sehir oldu mənə. Gündüz günəş, gecə ay, nəğmə dedilər yenə. Səni sevdim, dil açdı, çəmən şair oxudu. Hər tərəf gül, çəmən, çayırcılıqlar, hər tərəf gül qoxudu. Səni sevdim dağlardan ötdü duman, ötdü çən. Yaşamağın nəşəsin səndən alırdır aləm. Səni sevdim, yamandan, pisdən qurtuldu dünya. Hər tərəf gül qoxudu, güldü, sevindi dünya. Cəvahirin sevgisi yerdi, göydü, dənizdi. Dünya bizim sevgimiz, sevdası eşkimizdir. Bəli, bizim sevgimiz dünyadır. Eşkimizsə həyatdır. Var ol deyirəm, bugünə qədər qəlbində arzuladığım və çatmadığım bütün arzulara çatmağı arzu edirəm. Boyumuz boylansın, soyumuz soylansın, igidilərimiz, ərənlərimiz var olsun. Çaylarımız axar olsun, ocaqlarımız yanar olsun. Tanrı Türkiye yar olsun, Tanrı Azərbaycanımızı qorusun. İlahi xanımın bu günü mübarək olsun. Çok sağ olun. Alqışlayaq zəhmət olmasa. Çox sağ olun, var olun. Aydın mənim bir neçə kəlmə də istəyərdim siz İlahi xanımı təbrik edəsiniz və bir neçə kəlmə buyurun. Mən də İlahəni təbrik edirəm. Allah'tan ona ən böyük əsas məsələ can sağlığı arzulayırıq.